Samsung fanatları bu dəfə iPhone istifadəçilərinin dilindən qətiyyən xilas ola bilməyəcəklər. Galaxy S27 Ultra'nın bax bu dizaynı aləmi bir-birinə qatıb. İnternetdə sürətlə yayılan bu eskiz Samsung'un dizaynında radikal dəyişikliyə gedəcəyini göstərir və yeni S27 Ultra əməlli başlı iPhone-a oxşaya bilər. Eskizdən görünür ki, arxa paneldəki məşhur fərdi kamera halqaları tamamilə ləğv edilir. Bütün sensorlar böyük, vahid bir platformanın üzərinə yığılır. iPhone Pro-dakı kimi. Amma dərhal tənqid etməyə tələsməyin, çünki bu dizaynın arxasında çox ciddi bir hiylə var. Bu bütöv kamera adası sayəsində telefon nəhayət masada yırğalanmayacaq və ən əsası kamera keyfiyyəti artacaq. Samsung'da kameralar alt-alta düzüldüyü üçün linzalar arası keçiddə görüntüdə ciddi sıçrayış olurdu. iPhone-dakı üçbucaqlı ada dizaynı isə sensorlar arasında daha yumuşaq və axıcı keçid təmin edir. Texniki tərəfdə isə əsl canavar gizlənir. 200 megapiksellik nəhəng əsas kamera, 50 megapiksellik ultra geniş və 50 megapiksellik 5x periskop zoom.